Uzun bir zaman sonra yenidən efirlərdəyəm. Hər zaman avtovlog olaraq insanların qarşısına çıxırdım. Bu dəfə isə podkastlarla və bundan sonra mütəmadi olaraq həftədə bir dəfə sizin qonağınız olacağam. Yalnız avtomobil sektorunda olan mütəxəssislərlə çıxacağam. Ümid edirəm ki, bəyənəcəksiniz. Bugünkü mövzumuz avtomobil seçimi, insan psixologiyası və real həyat, kişilər və qadınlar nə istəyir? Səmimi və diqqət çəkən olacaq verilişimiz. Çünki avtomobil sektorunda uzun bir illərdir tanınan və marketinq sektorunda olan bir mütəxəssislə bərabəriz. Marat mənim dostumdur və Maratla bu verilişi, ilk verilişi də çəkmək mənim üçün çox maraqlı olacaq. Xoş gəlmisən Marat. Çox sağ ol Sevinç, xeyirli olsun. İlk podkast tipində olan avtovloqun. Düşünürəm ki, bir qadının avtomobillərlə bağlı artıq podkast etməsi bu deməkdir ki, həqiqətən də avtomobil sahəsi inkişaf eləyir. Düzdür. Və ümid edirəm ki, verilişimiz çox maraqlı olacaq. Çünki qadınlar hər zaman o kişi sürücülərinin marketinq sektorunda, qadın avtomobil sektorunda olması həm də çox maraqlı olur ki, qadın və avtomobil tendensiyası var ki, bunlar necə bərabər ola bilirlər. Və maşın alanda da qadınlar hər zaman düşünür ki, mən necə maşın alım, necə yanaşım. Həm sən avtomobil sektoru, həm yağ sektorunda olduğuna görə o hər zaman o maraqlı olur ki, qadın maşın alır, maşını təmir etdirməyi necə aparır, avtoyumayı necədir və o tendensiyanı mən vloqu açanda da bildirdim ki, mən qadınlara hər şey öyrədəcəm burada avtomobillə bağlı. Həm servisə getməyi, həm avtoyumaya rahat getməyi, həm öz maşınını sevməyi. Çünki sloqanım da elədir ki, avtomobilimizi birlikdə sevək. Qadınlar da hər zaman maraqlı idi ki, görəsən Sevinç nələr eləyəcək ki, biz də ondan nəsə öyrənmiş olaq. İlk sualım belədir ki, qadınlar maşın seçəndə nə düşünür? Yəni sənin fikrincə. Deməli belə. Qadınlar birinci deyim nəyi düşünmürlər? Yerdə qalanlarını isə düşünürlər. Birincisi texniki qulluğunu düşünmürlər. Bəli, servis tərəfini ümumiyyətlə qadınlar düşünmür. Avtomobilin mühərrikini, sürətlər qutusunu düşünmürlər. Bir tək istədikləri nə olur? Özü də belə də deyirlər, avtomat korobka olsun. Yəni ki, mexanika sürən qadınlarımız bizim demək olar ki, yox səviyyəsindədir. Qalan əsas məsələ avtomobilin o salonunda olan bərbəzəyi, ilk öncə avtomobilin rəngi, məsələn, kişi üçün o qədər də maraqlı deyil. Ağ və qaranın üzərindən gedirlər, yəni, kişilər üçün əsas odur ki, avtomobil texniki saz olsun. Sonraki məsələdir bizim üçün avtomobilin rəngi. Amma qadınlar üçün əsas rəngdir və o avtomobilin onun zövqünə oxşamasıdır. Yəni, xarici görkəm. Ümumilikdə xarici görkəm. Əsas faktor budur. İndi SUV sevənlər var, sedan sevənlər var, hatchback sevənlər var. Bunlar da ayrı mövzudur. Bəs kişilər, yəni kişilərin üzərindən getdi. Kişilər üçün daha çox nə maraqlı olur avtomobil seçəndə? Yəni sürətlər qutusu, rəng, daha sonra nələrə fikir verirlər? Çünki qadınlar, mən özüm qadın olaraq, çünki avtomobil sektorundayam, amma mənim üçün daha çox maşının mühərriki, at gücü, yəni sürüşü necədir, o maraqlıdır. Rəngindən daha çox ona fikir verirəm ki, çox qəşəng maşın olsun, komfort olsun. Hətta sənlə də bərabər bir neçə layihəmiz oldu ki, sən maşınları bəyəndin və dedin ki, sürüşü çox qəşəngdir. Mən özüm də onun tərəfdaram. Amma bəzi xanımlar var ki, markadır, hamı bundan sürürsə, mən də ondan sürüm. Bir kütlə psixologiyası var. Amma bəzən də ki, odur ki, marka daha çox az satışı olsa belə, amma yüksək olsun. Daha çox mühərriyi yaxşı olsun. Yəni kişilərdə necədir o? Kişilər belə seçirlər. Bu avtomobil xarab olsa harda təmir etdirəcəm? Əsas birinci sual budur. Çünki kişilər daha çox rasional düşünür, nəinki emosional. Ehtiyat hissəsini tapa biləcəmmi? Ustası varmı bu avtomobilin? Məni kənardan digər insanlara necə göstərəcək bu avtomobil? Prestij, marka. Təbii ki, bunlar maddi gücə dayanır. Amma orta səviyyədə əgər bir avtomobil seçirlərsə, yəni belə deyim, xəyallarının avtomobillərini seçmirlərsə. Uşaqdan arzulayırdım ki, mən belə maşın olsun. Onu seçəndə demək olar heç kim düşünmür ki, bunu harda təmir elətdirəcək. O
beyindədir artıq. Yəni Hətta o vaxtda biz uşaq maddiyyat- olanda deyirlər ki, 07-im olsun, amma uşaqlıqdan arzum idi ki, elə bir maşınım olsun. Yəni o zaman sən düşünmürsən onun servisini. Amma yox, sən rasional şəkildə avtomobil seçirsənsə, müəyyən bir büdcən var və bu büdcəyə uyğun avtomobil seçirsə kişi, əsas birinci düşündüyü servisidir, mühərrikidir, sürətlər qutusudur, usta tərəfidir və ehtiyat hissələridir. Əsas seçilən məsələ budur kişilər tərəfindən. Səncə daha çox ən realist kim daha çox düşünür? Qadınlar yoxsa kişilər avtomobil alanda? Nə düşünürlər? Realist düşünürlər. Ümumilikdə cins olaraq ayırsaq ki, mənim az-çox psixologiya təhsilim də var. Yəni qadınlar emosional, kişilər isə rasionaldır da. Yəni bunu anlamaq çətin deyil məncə. Bir də belə bir deyim var. Maşın seçəndə, məsəl üçün SUV alanda və yaxud da sedan alanda, sport alanda belə bir düşüncə ilə araşdırmışdım ki, sedan insanı sakit insanlar olur. SUV-lər daha belə, SUV sürənlər daha belə çılğın olur və yaxud da sport mexanika, adrenalin sevənlərdir. Sənin fikrincə bu nədir? Sport mexanika ilə tamam razıyam. Yəni adrenalin Bəli, daha çox. adrenalindir, bəli. Amma SUV və sedan biri çılğın, biri daha sakit. Bu fərqlənə bilər. Nəyə görə deyirəm? Mən özüm SUV avtomobil idarə edirəm. Bu vaxta qədər heç vaxt olmamışdı məndə SUV. Amma mən niyə seçdim onu? Ona görə ki, korporativ iş mühitində bizdə Azərbaycanda, eləcə də digər ölkələrdə də, hətta Amerikada da belə sənin iş görüşmələrinə gedəndə hansı avtomobillə gəldiyin önəmlidir. Artıq sənin haqqında müəyyən məlumat verir. Mən məhz bu məqsədlə almışdım SUV-ni və bu şəkildə də davam etməyi düşünürəm əslində. Və belə deyim də, bunlar bu seçimlərdir də, yəni insanın özünün özünə qoyduğu bir seçimdir. Sedan isə əgər yenə də sən biznes aləmindəsənsə, sənin normal yaxşı imkanların varsa və sən sürücü ilə gəzəcəksənsə, təbii ki, Onda sedan al. bir biznes klass sedan idarə etmək olar. Məsələn, mənə heç vaxt çatmır ki, mən niyə Mercedes S-klass idarə edim özüm? Və ya bir insan niyə özü Range Rover idarə etsin? Avtomobilin də komplektasiyasına və rahatlığına, komfortuna baxanda görürsən ki, yalnız arxa oturacaqlar üçün düşünülüb hər şey. Yəni ön oturacaqlarda yalnız avtomobilin idarə edilməsinə aid funksiyalar var. Arxa oturacaqlarda isə olan funksiyaların hamısı komforta hesablanıb. Yəni anlaya bilmirəm insanlar niyə S-klass alıb özləri sürürlər. Okey, onların şəxsi düşüncələridir, fikirləridir, amma düşünürəm ki, o avtomobili istehsal edənlər də o avtomobilin sahiblərini arxada düşünüb istehsal ediblər. Yəni arxa oturacaqlarda oturub, yəni daha çox zövq almaq lazımdır. Yəni məncə də. Komfortdan, nəinki o komfortu idarə etmək. Doğru. Sportu idarə edərsən. Okey, yəni bu bir adrenalindir sizin də dediyiniz kimi, amma yəni mən məsəl üçün qadın olaraq sport tərəfdarıyam. Həmişə də deyirəm ki, mən bir sport avtomobilim olacaq. Yəni SUV tipli də olsa, amma sport daha çox sürət sevənəm deyə. Yəni sakit sevmirəm avtomobili idarə etmək. Yəni belə deyim də, türklər demişkən baya-baya bir cərimələr də yığıram ki. Yəni çünki o bu tip avtomobil seçən, bax bu tip avtomobil sevən qadınlar, bəli, avtomobil alanda mühərrikinə, sürətlər qutusuna, at gücünə fikir verirlər. Amma nə qədər qadın belə seçir avtomobil? Hətta mən avtomobilimin yağını falan dəyişəndə hər bir şeyini bilirəm də. Çünki mənə o avtomobil sevməyi atam öyrədib. Hər zaman o atamın yanında olmuşam. Tək övladı olmağın bir üstünlüyüdür ki, onunla bərabər getmişəm hər yerdə, bütün ustaları tanıyırdım və hər bir şeyi ondan öyrəndim. Hətta arada deyir ki, aç yağına bax, elə gör nədir, nədir. Mən onları artıq onunla bərabər ola-ola öyrəndim və hər zaman da deyəndə ki, qadın avtomobilinin özü bilməlidir hər bir şeyin, yağını dəyişməyindən tutmuş, hər bir şeyinə görə. Çünki təmirə belə aparanda usta soruşanda ki, bunun nə yağ tökürsən bilmirlər. Bəli. Yəni yolda qalsalar belə məlumatsızlar. Yəni mən yolda qalsam belə, məcbur qalsam təkəri belə dəyişə bilərəm. Çünki artıq onu görə öyrənmişik ki, baxırsan, görürsən. Amma yəni sırf avtomobil alım, mənim avtomobilim olsun, amma onu bir əşya kimi işlədim, o da doğru deyil. Çünki avtomobil bizə xidmət edirsə, biz də ona baxmalıyıq. Mütləq, bəli. Daha belə bir sual. Məsələn, avtomobil brendləri
bizə nə satır? Yəni marketinq tərəfdən şuuradır. Çünki qadın və kişiyə bölünür orada da. Qadınlara fokuslanmış və kişilərə fokuslanmış. Adi reklamları verəndə belə baxırıq ki, qadın və kişi biraz tendensiyası var ki, bölürlər onu. Qadına daha fərqli avtomobil, məsələn, qırmızı, daha rəngli. Kişilərdə daha fərqlidir ki, daha izuminkalarla toxunurlar ki, qara, boz, ağ. Yəni standart rəng var. Adi 8 martda belə görürsən, reklamlar çıxanda bantikli və s. verəndə daha çox qırmızı, yaşıl, al-alvan verirlər və görünüş olaraq göstərirlər ki, bu qadına daha çox fokuslanıb. Aha. Bunun bir real case üzərindən danışmaq istəyirəm. Bu qadın avtomobil məsələsi və bundan sonra 1-2 marka üzərindən də markalar bizə nə satırlar kimi suala cavab verim. Deməli, Nissan Juke-la bağlı bir real case var. Bu avtomobil öncədən sırf qadınlar üçün hesablanmış bir avtomobil olmalı idi və hətta o avtomobilin içində qadınların menstruasiya dövrünü hesablayan bir funksiya da olmalı idi. Və həmən dönəm, bəli, və həmən vaxtlarda qadın sükan arxasında əyləşəndə ona ehtiyatlı olmağı, daha səbirli və daha sakit olmağı tövsiyə etməli idi. Və sadəcə olaraq, bilmirəm, fikir vermisiniz yoxsa yox, Nissan Juke konkret olaraq xanım avtomobili dizaynında və daha çox qırmızı rəngi alınır, bəli, bəli. Amma sonradan mütəxəssislər təbii ki, ortaya girən marketinq və satış düşünüb ki, biz bu şəkildə bu avtomobilin satış həcmini azaldacağıq. Çünki avtomatik olaraq dünyada iki cins var, standart qəbul etdiyimiz qadın və kişi. Qadınlara satacaqsa bunu burada artıq biz kişi alıcıları itiririk və Nissan Juke-un dizaynı dəyişməsə də konsepti dəyişdi. Yəni bu funksiyalar orada yerləşmədi. Artıq şəhərimizdə də kifayət qədər Nissan Juke avtomobili sürənlərimiz var. Sonra bu Nissan Kicks-ə dəyişdi falan filan. Ümumiyyətlə o sistematika pozuldu yəni bu. Amma hal-hazırda belə deyim, bir 30-40 il bundan öncə Cadillac bunu edirdi. Yəni Cadillac'ın sırf qadınlara yönəlik avtomobilləri var idi. Yəni o türklərdən bizə keçən o pəmbə rəngli deyək də belə o avtomobillər, içində belə deyim güllərlə bəzədilmiş salonlar, yəni bu var idi. Amma hal-hazırda demək olar ki, bu avtomobil qadın üçün istehsal edilib, qadınların sevəcəyi dizayndadır. Ağlıma deyəndə bir tək ağlıma gələn Mini Cooper olur. Ki, yeri gəlmişkən onu da deyim, xüsusən buradan vurğulamaq istəyirəm. Mini Cooper zövqündə olan qadınları çox sevirəm. Hər zaman mənə maraqlı gəlir o qadınlar. Çünki standart avtomobil deyil, BMW-yə məxsus bir markadır və Mini Cooper sevən qadınlar sıradan olmurlar. Düzdür, onlar İndi inşallah düşünürəm orada belə suallar var. Gələcək o mövzuya da SUV sevən qadınlar necə olur, nə bilim Mini Cooper tipli bəli kiçik ölçü avtomobil seçənlər necə olur. Amma qaldı ki, avtomobil markaları bizə nə deyir əslində, nə satırlar. Təbii ki, prestij satan avtomobil markaları var. Məsələn, buna Rolls-Royce-u deyə bilərik və yaxud da belə deyim Mercedes-də əslində bir çox modelləri bizə son modelləri ümumiyyətlə çox qəşəngdir. Prestij satır, bəli. Sürət satan və eyni zamanda belə deyim də adrenalin və prestij satan markalardan bəli dediyiniz kimi Lamborghini, Ferrari, amma belə deyim ki, orta segment avtomobillər isə demək olar ki, bizə yalnız və yalnız avtomobil satırlar. Bu avtomobillər A nöqtəsindən B nöqtəsinə getmək üçün nəzərdə tutulub, bəli, və bu da birbaşa büdcəyə bağlıdır əslində, yəni. Amma biz yaşadıkça görürük ki, illər keçdikcə görürük ki, markalar da öz sözlərini dəyişirlər, ötürdüyü mesajları dəyişirlər. Məsələn, Porsche Cayenne qədər ötürdüyü mesaj tamam başqa idi. Yəni adamlar 911-lə bir idman üslubunu yalnız və yalnız bu avtomobilləri sevənlərə satırdılar. Amma indi baxın, Porsche Cayenne artıq idman üslubu satmır. Bir ailə avtomobili satır. Amma Cayenne qədər Porsche sırf daha çox kupe satırdı, daha çox kabriolet satırdı, daha çox sedan və idman üslublu avtomobil satırdı. Amma biz bu günləri Cayenne idman üslublu avtomobil deyə bilmərik ki, Cayenne olmasaydı da Porsche batardı.
belə uzanacaq bu söhbətimiz. Məncə növbəti suala keçək. Belə bir sualım da var. Yəni sən də marketinq sektorundasan, mən də marketinq sektorundayım. Marketinq avtomobili necə satır insanlara? Məsəl üçün nə qədər təsir edir satmanda? Çünki adi biz də reklam qoyanda deyirlər ki, marketinq hər zaman o marketinq dışlanmış bir mövzu olur ki, marketoloqlar marketoloq ümumiyyətlə nə edir şirkətdə də, yəni nə işə yarayır? Yəni bəzən o da olur ki, sən nə işə yarayırsan burada? Yəni burada marketoloqlar da bəziləri deyəcək ki, yəni doğrudur bu mövzu. Çünki yalnız düşünülür ki, post paylaşdılar, reklam qoydular, video çəkdilər və bitdi. Amma bunun arxa bir backgroundu var ki, adi mesajlara cavab verəndə belə satmış oluruq biz onu oradan ki, nə qədər təsir edir. Məsəl üçün sən də öz tərəfindən, məsəl üçün biz daimi olaraq çox müştərimiz var ki, digitaldan gəlir bizə. Yəni danışılır və oradan artıq maraqlı gəlir, test drive yazılır, gəlir, baxır, sürür və ondan sonra bəyənir və bu rəqəmsalın bir uğurudur ki, marketinqin uğurudur ki, artıq oradan satmış olur. Marketinq nə edir avtomobil markalarının satılmasında? Onu hal-hazırda hibrid, plug-in hibrid və elektromobil satan avtosalonlar hiss edəcəklər. Artıq 2026-cı ilin bəli yanvarından bu vaxta qədər bəli ola bilərdi ki, kimsə deyərdi ki, bəli qaydalar dəyişildi, əlavə dəyər vergisindən azad edildi, gömrük rüsumlarından azad edildi, elektromobillər falan ona görə də satılır. Marketinqin şöbəsinin heç bir burada əməyi yoxdur ki, bu da absurd idi əslində. Bunu da çox sadə izah etmək olar ki, axı hamı satmadı. Yəni bu qaydalar dəyişsə də bütün avtomobil markaları satmadı. Biri az satdı, biri çox satdı. Burada da təbii ki, marketinqin böyük rolu oldu. Kimlər ki, doğru marketinq etdilər, onlar daha çox yönəldilər bu məsələyə. Və belə deyim, influencerlər də çox artdı ki, avtomobil markalarına işləyən. Son 3-4 ildir bu influencer tendensiyası yaranıb ki, daha çox fokuslanıblar ki, influencerlərin əməkdaşlıq edirlər. Öncədən bu yox idi, çox deyil idi. Yəni baxanda 2010-a, 2015-ə bu yox idi. Son 5 ildə pandemiya dövründən sonra başladı ki, influencerlərlə daimi işlənən bir marka gələndən sonra Azərbaycana, ondan sonra artıq bu influencer tendensiyası yarandı. Yəni bu da bir növ marketinqin qoludur ki, çünki o marketinq olmasa, büdcə olmasa bu hədiyyə verilməsi və yaxud da reklam tərəfi də olmamış ola bilər. Yəni hal-hazırda bu qaydalar ki dəyişildi və qaydalar yanvar ayının 1-dən artıq hal-hazırda bazarda daha çox satılan avtomobillərin satışını azaldacaq. Aydın məsələdir. Bazar biraz kiçiləcək və burada artıq həmin o marketoloqların gördüyü iş suyun üzünə çıxacaq. Hansı markalarla doğru düzgün marketinq olunubsa, doğru düzgün strategiya olunubsa, o markaların da elə satışı davam edəcək. Amma hansı markalar ki, doğru düzgün marketinq etmədilər, ümumiyyətlə marketinq şöbələrinin qapısının harda olduğunu bilmədilər, ümumiyyətlə marketinq şöbələri olmadı, o belə deyim də, o patokun, o dalğanın içinə getdilərsə, o dalğa sakitləşəndən sonra o satış da olmayacaq, o markaya güvən də olmayacaq, etibar da olmayacaq. Hal-hazırda bəzi Çin avtomobil markaları var ki, onları belə deyim də, dilləri olmayan şəxslər gətirmir. Yəni, amma baxın o avtomobillərin salonlarına nə qədər avtomobillər satılır. Düzdür. Və belə baxanda ki, çox adamla da heç influencerlərlə də əməkdaşlıq eləmir adamlar, amma satışları mütəmadi olaraq yəni gedir. Və ümumiyyətlə 5 il bundan öncə hansısa Azərbaycan sürücüsünə desəydin ki, sən 150.000 manat verib Çin avtomobili alarsan, yox deyərdi. 99% deyərdi yox. Bəs nə baş verdi ki, 3 ildən sonra bəli, həmən şəxs getdi Range Roverini satdı, getdi Li 9 aldı. Təbii ki, marketinq. Mən demirəm ki, Azərbaycanda hansısa bir marketoloqun əməyidir bu. Bu ümumi marketinqin əməyidir. Bəli, bu ümumi marketinqin əməyidir ki, sən öz seçimlərini dəyişdin. Mən bəzən deyirəm ki, əslində bu sahə biraz qəddar sahədir. Bir qonşu podkastların birində də bu barədə danışdım dünənləri ki, əslində bəli, qəddar sahə. Niyə qəddar sahədir? Çünki sən alıcının seçimini dəyişə bilirsən. Yəni, onun beynində bəli, sementlənmiş, betonlaşmış bir düşüncəni dəyişə bilirsən.
Və reklamlar, adi reklamlar bir insanın qarşısına 5 dəfə çıxanda artıq ona maraqlı gəlir ki, görsən bu nə maşındır, gedim baxım görüm, mənə nə dərəcədə bu. Yəni sadəcə heç almasa belə gəlir baxır görsün ki, görüm bu nə maşındır. Yəni sənin illərlə yox dediyin bir seçim bugün həyə çevrilirsə, bu 100% marketinqin əməyidir və bu danılmaz faktdır. Və belə bir sualda, yəni bəzi insanlar maşına görə özünü dəyərləndirir. Yəni məsəl üçün də Cadillac sürürəmsə daha mən belə premiumam. Yəni məsələn Changan sürürəmsə artıq indiki devrə uyğunlaşıram. İndiki yəni proseslərlə gedir. Çünki satış daha çox o yöndəndir və yaxud da Çin avtomobili, yeni gələn Çin avtomobili sürürəmsə bundan məndədir, başqasında yoxdur. Yəni çox Çin avtomobili var ki, şəhərdə az gətirilir. Amma adam alıb onu gətirirdi, bax məndədir təkcə bundan. Yəni o fikir nə dərəcədə doğrudur? Yəni özünü dəyərləndirmək avtomobilə görə. Çünki öncədən Porsche sürürdülərsə məsələn, deyirlər ki, bax mən Porsche sürürəm, aşağı biraz Hyundai sürənə dedi ki, mən səndən daha üstəm. Burada insani dəyərləndirmələr yox da, bacarıqların dəyərləndirilməsi doğrudur. Biz bu günləri mamont ovlayıb öz gücümüzü göstərə bilmirik də. Əslində mamont da bir iqtisadi güc idi. Fiziki güc idi, sonra iqtisadi gücə çevrilirdi və adam gətirirdi mamontu və ailəsi dolanırdı, ac qalmırdı. Bu da hər kəs də mamont ovlaya bilmirdi. Biz nə edirik? Biz də indi həmən o davranışları dəyişmişik. Avtomobil üzərindən eləyirik, böyük evlər üzərindən eləyirik və telefonlar üzərindən eləyirik və bu şəkildə öz gücümüzü göstəririk. Burada insani dəyərləndirmələr yox, bir daha deyirəm, bacarıqların dəyərləndirilməsi doğrudur. Doğrudur. Yəni əgər mən bu günləri Porsche sürə bilirəmsə, sən sürə bilmirsənsə, bəli. Mənim artıq bacarıq dəyərlərim səndən daha üstündür. Yəni bu yox, o demək deyil falan filan, bu deyil yəni. Amma kimsə bunu göstərmək istəyir, kimsə göstərmək istəmir. Bu da xarakterə bağlıdır artıq. Yəni növbəti sualım da elə bu idi ki, yəni hər kəsin xarakterinə uyğun bir maşın var. Təbii. Yəni hər kəs özünə görə uyğunlaşır ki, məsələn bir insan Prado sürürsə, o artıq bizdə bir fikirlər var bəziləri. Əgər xarakterimə uyğun seçmişəmsə, bəli, ki Prado mənim xarakterimə uyğun bir avtomobil deyil. Yəni məsəl üçün aşağı maşın sürürsə, yəni sedan sürürsə, o artıq ona uyğunlaşır ki, mən bunda daha çox özümü rahat hiss edirəm, öz evimdəki kimiyəm. Maşın bizim ikinci evimizdir, belə nəzərdə tutum. Yəni bizi həm aparır, həm gətirir, həm artıq günümüzün müəyyən saatda onun üçün və tıxaclarla ümumiyyətlə onun içində axşam evə getdiyimiz müddətdə ona görə yəni hər kəs istəyir ki, daha yaxşısı olsun, amma hər kəsin də bir büdcəsi var ki, onu alır, müəyyən bir zaman sonra da dəyişir. Və belə bir sualın üzərindən gedək ki, məsəl üçün anaların daha çox istifadə edəcəyi avtomobil hansı ola bilər? Çünki qadınlara fokuslanırıqsa və qadınlara daha çox maraqlısa, məsəl üçün sedanla ana üçün biraz narahat olur. Yəni çox vaxtı narahat olur. Daha çox çalışırlar hündür maşınlar əldə eləsinlər. Onun üzərinə ümumi qadınlara, istər ana olsun, istər iş adamı olsun, fərq etmir. Mənim daha çox məsləhət gördüyüm kiçik kompakt crossoverlərdir. Həm hündür, çünki qadınların belə deyim də yola nəzarəti kişilərə nisbətən azdır. Bunu biz yollarda da görürük. Biz nə qədər yola diqqətsiz görünsək də, qadınların diqqətsizlikdən etdiyi qəzalar daha çoxdur. Nəinki kişilərin. Kişilərin etdiyi qəzalar adətən sürət qəzalarıdır, kobud qayda pozuntularıdır. Qadınların elədiyi qəzalar daha çox diqqətsizlikdən yaranır. Və sənin ümumiyyətlə yola nəzarət etməyin üçün avtomobilin biraz hündür olması daha yaxşı olacaq. Həm yollarda kiçik maneələri rahatlıqla keçəcəksən, həm yola daha yaxşı nəzarət edəcəksən, həm belə deyim də bu 5 qapılı avtomobildir, yük baqajı sedanlardan və hatchbacklərdən daha böyükdür. Yəni bu şəkildə kiçik crossoverlər, kompakt crossoverlər daha uyğundur düşünürəm qadınlar üçün. Və uşaqlı analar üçün daha çox uyğundur. Nəinki hatchbacklər. Yəni düşünün ki, uşaqlar arxada əyləşirlər. Mən hər dəfə buna baxıram. Uşaqlar arxada əyləşirlər. Baqaj hissəsi, yəni sedan tipli avtomobillərdə müəyyən o arxadan qəza anında müəyyən o salona çatana qədər saxlayır.
Amma baxırsan məsələn Nissan Micra-lar. Yəni arxada uşaq əyləşir, qəza qaçılmazdır. Arxa Qəza sidiya ilə baqaj eynidir. eynidir yəni. Burada artıq uşaqların zədə alması, yəni Qaçılmaz. çox böyük ehtimalla zədə alacaqlar. Nəinki sedanda və yaxud da kompakt crossoverlərdə və yaxud da SUV-lərdə. Yəni buna mütləq fikir versinlər. Əgər övladlarınız arxada əyləşəcəksə ki, qanun bunu tələb eləyir, mütləq və mütləq o Nissan Micra tipli avtomobillər, hatchback tipli avtomobilləri qəti şəkildə belə deyim də seçməyi tövsiyə etmirəm. Çünki qəza anında arxadan qəza olur adətən. Böyük qəzalar əksəriyyən arxadan olur və arxada qəza olursa mütləq və mütləq övladlarınız ya böyük bir travma alacaqlar, ya da Allah eləməsin əziləcəklər. Yəni buna nəzarət etmək lazımdır. Belə bir sual, daha maraqlı sualımdır. Kişilər avtomobilin daha çox marka keçmişinə baxır, yəni tarixinə baxır, markanın tarixinə. Qadınlar isə real istifadəyə. Məsəl üçün rəfiqəm sürdü, tanışım sürdü, qohumum sürdü. Onda da bu markadır, çox xoşum gəldi. Mən də gedib ondan alıram. Amma məsəl üçün bizdə də var ki, bəylər gəldiyi müddətdə, aldığı müddətdə də tarixini soruşur, hər bir şeylə maraqlanır. Mühərriki hansı mühərrikdir, necədir bu, nədir? Amma qadın gəldi, qəşəngdir, rəfiqəmdə gördüm. Mən də bundan istəyirəm, bir psixologiyası var. Yəni Gözəl. O rəfiqəmdə gördüyümün üzərindən gələk. Ümumiyyətlə qadınlar hər kəs, kişi də qadın da bu planetə düşür yarışmaq üçün. Hər birimiz yarışdayıq. Sadəcə olaraq özü ilə yarışan var, həm cinsi ilə yarışan var, əks cinslə yarışan var. Əks cinslə yarışma daha çox qadınlardadır. Əgər bir qadının Range Rover sürdüyünü görürsünüzsə, Toyota Prado sürdüyünü görürsünüzsə, ümumiyyətlə daha kobud, böyük SUV sürdüyünü görürsünüzsə, o qadınla bir balaca söhbət edin, baxacaqsınız ki, o qadın kişilərlə yarışır. Əgər bir qadının ümumiyyətlə kiçik, rəngli və salonu da əgər o belə deyim də bəzəkli düzəkli bir salon, bəli, görürsünüzsə, bu qadın qadınlarla yaraşır və ya özünü yaşayır. Çünki xarakter bizim seçimlərimizi formalaşdırır. Marketinq okey, amma xarakterimiz də bizim seçimlərimizi formalaşdırır. Davranışlarımız bizim seçimlərimizi formalaşdırır. Əgər sən böyük bir bazarda paydasansa, məsələn tutalım, bir 5 mağaza var. Bu 5 mağazanın 4-ü kişinin, biri xanımındırsa, xanım o 4 kişi ilə yarışacaqsa, bəli, o Range Rover sürəcək. təbii ki. Amma qadın öz rəfiqələri ilə yarışacaqsa, bəli, sizin dediyiniz kimi gələcək, mağazaya girəcək və deyəcək ki, filan rəfiqəmdə görmüşəm, ay bu nə şirin avtomobildir, ay balacadır, ay qəşəngdir, salonu qırmızıdır və salam. Bu avtomobil neçənci ildə istehsal olunur? Nə tökülür buna? Bu xanıma maraqlı deyil. Servizlərdə biz çox görmüşük. Bir avtomobil gəlmişdi bizə. 100.000 kilometr avtomobil, Nissan avtomobili idi. Mühərriki darmadağın olmuşdu. Xanımdan soruşduq ki, bu avtomobilə nə yağı tökmüsünüz? Dedi, avtomobilə yağ tökürlər. Təsəvvür edin, yeni bir avtomobil salondan alınıb, xanım nə texniki baxışlara gedib, nə avtomobili yağını dəyişib. Elə bilir ki, start-stop düyməsindən ibarətdir avtomobil, bir də qaz və tormuz pedallarından və salam. 100.000 ərzində avtomobilin yağı dəyişməyib, 100.000 kilometr məsafədə və mühərrik vurmuşdu. Mən maşımın yağını dəyişirəm, narahat olmayın. Sadəcə o yadımdan çıxmışdı. Rek verərsiniz bunu. Başıma qəribə səs gəlir və mən bilmirəm ki, nədir. Ustanı qaltmışam, hamını bir-birinə. Yağı dəyişməmisiniz, səs hə? gəlir, yağı unutmuşam. Araba 80'den sonra böyle traktöre bağlıyor. Diyor ki Sevinç bu araba... Yağ yoxdur da, yağ çatmır mühərrikə. Babası diyor ki böyle bir bak şimdi. Yağına baktınız mı? Bu böyle diyor. Baktık baktık. Ben bana soruyor diyorum ki ben hiç gün bakmadım ya. Baktık vallahi. Yəni, Ustaya yarım litr yağla getmişəm. vəssalam. Yəni qadınlar belə Bağla seçir. beli şu çıx. Böyle yaptı. Ya Rabbi dedi Allah'tan araba bana kalmadı motoru Hə, indirdi. ondan bilirsən ki, Sevinç heç bir kişi ilə yarışmır. Belə bir sual. Hər zaman deyirlər ki, qadınlar çox pis avtomobil idarə edirlər. Çox təhlükəli idarə edirlər. Bütün qəzaların başında qadınlar durur. Yəni
Sən bu barədə nə Tamamilə düşünürsən? yanlışdır. Yəni nə olursa deyirlər ki, qadın Tamamilə. maşın, sən maşın sürə bilirsən. Hətta prava alanda belə deyirlər, yenə biri gəldi, yola çıxdı. Tamamilə yanlışdır və kişilərin eqoizmidir. Mən başa düşürəm, qadınlar Buradan bütün qadınların yanındayım. elə məndə. Niyə? Səbəb nədir? Deyim sizə. Bu kişilərin egoistliyidir. Bunu da başa düşürəm. İstər belə deyim də geyim seçimlərində artıq qadınlar kişilərin geyindiyi geyimləri geyinirlər. Nə bilim, kişilərin gördüyü işlərdə artıq görünməyə başlayıblar. İndi də avtomobil idarə edirlər və kişilər bunu sizinlə bölüşmək istəmirlər. Boyunlarını almasalar da şuuraltı bu belədir. Hətta bəzən deyirlər, avtobusda axırıncı yerimizi tutdunuz. Hə, Avtomobilimizi əlimizdən aldınız. Hər şeyimizi doğru, əlimizdən aldınız. şalvara qədər deyirlər bunu, bəli. Yəni bu bir kişi eqoizmidir. Yəni bu tamamilə yanlışdır. Mən çox yaxşı, hətta məndən yaxşı maşın sürən qadınlar tanıyıram və belə deyim ki, maşın sürəndə qadında olan emosiya əslində kişidə çatmır. Yəni belə deyim, mən bir əmim qızı var. Ona da göndərəcəm bu hissəsinə xüsusən diqqət eləsin. O avtomobili o qədər gözəl idarə eləyir də. Yəni 7 dəfə prava imtahanına girib, sonda özü imtahanı alıb o sürücülük vəsiqəsini və o qədər mükəmməldir ki, Prado sürür. Yəni heç bir oğlan onunla yarışa bilməz. Yəni bunu əminliklə deyirəm. O qədər gözəl idarə edir avtomobili və xanımdır. Baxırsan ki, bəzən Prado ilə belə gedəndə çönüb baxırlar ki, yəni xanımdır bunu sürən. Bizim reallığımız var da, bu elə belə deyim də sürücülük vəsiqəsinə toxunmuşkən bizim reallığımız var. Sürücülük vəsiqəsinin alınması mövzusunda. İndi bu mövzunun çox dərinliyə getmirəm, hər kəs bilir zaten. Öz gücünə, öz alın təri ilə sürücülük vəsiqəsi alan insanlar daha çox xanımlardır. Düzdür. Çünki çox çalışırlar, oxuyurlar onu. Nəinki kişilər. Bunun da səbəb var. Xanımların vaxtı var, daha əzmkardırlar bu mövzularda. Bu prinsipləri var ki, mən bunu özüm alacağam falan, amma kişilərin böyük bir əksəriyyəti sürücülük vəsiqəsini çox rahatlıqla əldə ediblər. Ona görə də qaydalarımızı, xanımlar daha çox yol riayət qaydalarına, bəli, xanımlar daha çox riayət edirlər və buradan da bütün kişilərə səslənirəm. Gözləməyin ki, sizin ailənizdə də kimsə avtomobil sürsün xanımlardan ki, siz empati qurasınız onlarla. Çünki o qədər sürətlə inkişaf eləyirik ki, bəli, xanımlar avtomobil idarə edirlər və sonradan başa düşəndə bu sizə ağırlı gələcək ki, ayda indi mənim yoldaşım sürür, mən yolda hansı xanımlara nə qədər əziyyət vermişəm, yol verməmişəm. Hətta sıxışdırma deyirlər, qadınlar sıxışdırma, yol sürə bilmir. Sıxışdırmışam, yol verməmişəm, anlamamışam ki, o yeni başlayıb empati qurmamışam. İndi mənim yoldaşım sürəcək və onu yolda nələr gözləyir. Bax, hər şey buradan başlayır. Hətta təlimlərdə belə qadınlar mütləq kömək edin. Yolda təlim maşınları olanda yazıqları çox sıxışdırırlar ki, yola niyə çıxır, nədir, get başqa yerdə sür, boş yerdə sür. Amma o onu sürməsə, onu bilməyəcək necədir. Hətta mən təlimə belə gedəndə mənim təlimçimə demişim ki, məni tıxaclara sal. Mən görüm ki, necə mən buradan çıxıram. Mən elə düz yolda sürsəm, elə sürəcəm düz yolu. Və buradan avtomobil sürmək istəyən xanımlara demək istəyirəm. Mənim anamın 58 yaşı var. Allah bütün analara can sağlığı versin. Mənim anam 58 yaşı var və avtomobil öyrənmədiyinə görə çox heyfslənir. Və mən sənə bir şey deyim, sözü kəsirəm. Mənim anam 70-ci ildə sürücülük vəsiqəsini alan xanımlardandır. O vaxtda, yəni anam buradan çox belə respektim var ona görə. Anam onu alanda, yəni babam avtomobildir o vaxtda, yəni müəyyən uduşlar var idi və həmin avtomobili anamın üzərinə alır və mənim atam formula avtomobilləri idarə edib, böyük tırlar idarə edib. Anamı nişanlı olduqları vaxtında avtomobil idarə etməyi öyrədib və sürücülük vəsiqəsi imtahan verib anam alıb. Hələ də o sürücülük vəsiqəsi yəni anamda durur. Əslində mənim də anam avtomobil idarə etməli idi. Sadəcə olaraq 96-cı ildə daim bir qəza keçirtdi və anam avtomobildə idi. Ondan sonra qorxdu və bu mövzunun başını bağladı. Amma bugün 58 yaşı var. Bax, o xanımlara səslənirəm. Hansılar ki, avtomobil idarə etməyi düşünmürlər və yaxud da düşünürlərsə də bunu tezləşdirsinlər. Nə qədər ki, bu uyğundur hal-hazırda. Bu avtomobil əldə etmək heç də çətin deyil.
Avtomat mühərrik Gecikməsinlər. olduğuna görə də çox Yəni, rahatdır. Yəni yəni. mamam da indi sürmür, amma anam o vaxtın devrinə görə Volga 21 idarə eləyib. Yəni hər qadın o Vəssalam. ağırlıqda avtomobili idarə eləyə Əla, bilməz. gözəl. Bu səni mamama göstərəcəm ki, yəni belə bir tərifləmişəm səni ki, çünki hər zaman deyir ki, mənim sürücülük vəsiqəmi dəyişdirmədim. Mən köhnə sürücülük vəsiqəsində qalmışam. Dən bir 55 yaşı olsun aparacağam dövlət yol polisinə göstərəcəm ki, bax anamın bu sürücülük vəsiqəsi var. Yəni Bəli. necəsə bunu dəyişək Yox, buna. qadınlar bu gün iqtisadiyyat, kapitalizm, yəni qadınlar işləyirlər, çalışırlar. Ona görə də bütün qadınlar avtomobil idarə etməlidirlər. Çünki artıq qadınla kişi evdən çıxır, biri sağa dönür, biri sola. Hərə öz yoluna Hərəsinin öz karyerası, öz şəxsi həyatları, ailədə birləşir onların artıq öz ailə həyatları. Yəni çöldə hər kəsin öz həyatı var. Ona görə də avtomobil bugünkü gündə mütləqdir və bütün qadınlara buradan səslənirəm ki, mütləq və mütləq avtomobil alın. Heç kimə də fikir verməyin. Yollarda da düz qabağa baxın ki, sağdan soldan baxanlar sizi narahat eləməsinlər. Və belə bir sual. Hal-hazırda yəni ölkənin 90% elektrik avtomobillərinin üzərində fokuslanır artıq. Yəni çoxsu, hamısı elektrik avtomobilləri, elektrik və buna daha çox kişilər mi tez öyrəşəcək, yoxsa qadınlarda daha çoxdur? Yəni məsəl üçün kişilərin psixologiyası bunu daha tez qavrayır, yoxsa qadınlar daha Qadınların. çox? Nədən? Deyim niyə? Birincisi bu avtomobilləri şarja qoymaq lazımdır. Kişilər bu cəhətdən nə qədər rasional olsalar da bunu unudurlar. Belə deyim də, baxın, qadınlar hər zaman axşamdan öz paltarlarını qoyacaq, Telefonunu şarja ütünü taxacaq. hazır qoyacaq, o falan filan və amma kişilər yox, kişilər oyanacaq, corabını bir yerdən tapacaq, şalvarını bir yerdən tapacaq, papağını bir yerdən. Biz daha dağınıq varlıqlarıq, daha dağınıq beləcəyim də insanlarıq. Daha rahatsız ona görə. Bəli, daha rahatıq. Daha Biz rahat bunları- öyrətmişik sizi. Bunları yox, o mənada yox ki. Biz həm qayğılar çoxdur. Yəni o zaman belə danışaq. Həm qayğılar gündəlik çoxdur, bir- gündəlik stres çoxdur. Bir də bu xarakter məsələsi var da, təbiət məsələsi var. Biz belə olmuşuq hər zaman. Amma qadınlarda isə o xüsusi diqqət, o elektromobilə olan xüsusi diqqət yerindədir, qaydasındadır. Onlar bilirlər ki, aha, avtomobildən düşdü, Saatla şarja bu saatla qədər şarja. qalıb. Mən sabahları bu qədər avtomobil sürəcəm. Mən deməli öncədən avtomobili şarja qoymalıyam. Bu cəhətdən baxanda qadınlar daha tez adaptasiya olurlar. İkinci bir məsələ də niyə qadınlar daha çox adaptasiya olurlar? Qadınların böyük əksəriyyətində o mühərrik səsinə sevgi yoxdur. Elə mən özüm. Bizim isə, kişilərin isə yalnız və yalnız daxili yanma mühərrikini sevirik. Məsələn, mən özümü elektromobildə hiss edə Qəşəng səsi bilmirəm. gəlsin, orada moşu səs gəlmir. Hə, yəni daxili yanma mühərrikinin o Porsche hər fırlanmasının səsi, o yanacağın partlamasının səsini eşitməsəm, mən özümü belə rahat bir hiss vırr edə səsi bilmirəm. qoyarsınız. Rahat hiss edə bilmirəm, nə yalan deyim. Ona görə məsələn mən elektromobil sürə bilmirəm. Bilmərəm Həm də düşünürəm. mən özüm belə elektrik avtomobildə belə mənə qəribə gəlir ki, maşın səsi niyə çıxmır da? Elə bir psixoloji olaraq hələ də insanlar Onun onu yerinə elə musiqi səsi də qoyur bəzi üçün avtomobilləri ki, çölə səs versin. Çünki hələ də o səs həm təhlükəsizlik baxımından hələ də mən onu alışa bilmirəm ki, Bəli. yəni bunun səsi çıxmırsa birdən də nəsə olar, birdən nədirsə. Ona görə də kişilərin elektromobil adaptasiyası biraz çətinləşir. Qadınların isə belə bir vərdişləri öncədən yaranmayıb deyə və üstəlik də öz xarakterlərinə uyğun da o səhmana salma xarakterləri var deyə qadınların elektromobilə keçməsi daha doğrudur. Amma götürək ümumi bu barədə bir iki cümlə deyim. Ümumi dünyanın elektromobilləşməsi bu tendensiya 5 il bundan öncə daha sürətlə hərəkət eləyirdi. Daha sürətli dinamika ilə hərəkət eləyirdi. İndi hal-hazırda o dinamika aşağı düşməyə başlayıb. Bir çox tanıdığımız avtomobil markaları artıq bundan sonra elektromobil istehsal etməyəcəyini bəyan etdilər. Bəzi elektromobil Mercedes-in özündə də bəzi elektromobil modelləri ləğv edildi və əsas da belə götürək superkarlar, Ferrari falan. Yəni bunlar da artıq o elektromobildən imtina etməyə başlayırlar. Çünki niyə? Siz Ferrari-ni belə deyim də səsi çıxmayan Ferrari-ni idarə etmək, onun içinə elektromobilin içinə mühərrik səsini imitasiya etmək. Hətta belə deyim, bir avtomobil var ki, hansı ki sən də onun bir icmalını eləmişdin.
Orada öz avtomobillərimizdən söhbət gedir. Boyevой rejim var, hansı ki, içərdən bir səs gürültü verir. Yəni, yenə deyim ki, o hissiyatı real olaraq hiss eləmirsənsə, o knopkanı basıb, vır səsi getdisə, o artıq avtomobil idarə etməsi deyil. Var, Ferrari'lərində var, bu elektromobillərdə o səsin imitasiyası o qədər də gözəl görsənmir. Çünki biz öyrəşmişik şey olaraq ki, maşının səsi gəlməlidir. O səs gəlmədisə, o mümkün deyil. Mərad, belə bir sualım. Yeni avtomobil alan şəxslərə sənin 3 qızıl qaydanı bilmək istədim ki, nədir? Bəli. Əgər söhbət kişilərdən gedirsə, gəlin, əgər bölmüşüksə qadın və kişi mövzusunda, əgər kişilərdən söhbət gedirsə, mütləq və mütləq subay və ya evli olduğuna fikir versinlər. Evli kişilərin, daha doğrusu subay kişilərin çox böyük SUV sürməkləri qədər mənasız ikinci eşinə yoxdur. Mənim avtomobilim 7 yerlikdir. Mən sonuncu dəfə 6-cı, 7-ci yeri nə vaxt açmışam, yadıma da düşmür. Nəyə lazımdır ki, mən uzun zaman avtomobilin içində təkəm. Və hətta siz, gəlin belə bir sirri də açım, siz daha böyük avtomobil sürəndə və əgər subaysınızsa, ətrafa heç vaxt subay olduğunuzun mesajını vermirsiniz. Amma əgər siz subaysınızsa, kupe sürəcəksinizsə, kabriolet idarə edəcəksinizsə, bəli, siz artıq yollarda subay olduğunuzun mesajını verəcəksiniz. Çünki, bəli, bu avtomobillərin ya evlidirsə ikinci avtomobilidir ki, özünün çox maraqlı şəxsi həyatı var və yaxud da elə subaydır və yeni tanışlıqlara açıqdır. Yəni, kupe bütün dünyada bu mesajı verir. Əgər sən sportkar sürmürsənsə, yəni 2 mühərrik və maksimal 260-la gedən bir avtomobildirsə maksimum sürəti, bu kupedirsə, yəni sənin çox maraqlı bir dünya görüşün var, çox maraqlı bir şəxsi həyatın var və orada birini ala bilərsən. Mesajı verir. Əgər təbii ki, sağ tərəf boşdursa. Və yox, siz ailəlisinizsə, sizin müəyyən qayğılarınız varsa, mütləq avtomobil alanda servisini maraqlanmalısınız, xərclərini maraqlanmalısınız, əyləc bəndi qiymətini qədər maraqlanmaq lazımdır ki, mənim ailəmin büdcəsinə nə qədər zərbə dəyəcək bu avtomobillə. Çünki avtomobil İkinci ailədir. Bəli, evli insanlar üçün onun büdcəsinə zərbə vurmayacaq bir məsələ olmalıdır. Yəni, biz avtomobil aldıq, nə oldu, qadın nə istədi, dinlənəcək ki, bir gün avtomobilin yağını dəyişdim, bilirsən nə qədərdir, 8 litr yağ gedir. Okey, yəni niyə seçirdin o zaman bu avtomobili? Əgər bu avtomobil sənin ailə büdcəndən kəsəcəksə. Yəni, bu doğru deyil. Ailəlisinizsə və müəyyən bir, çox böyük bir büdcəyə sahib deyilsinizsə, mütləq avtomobilin servis xərclərini hesablayın, aylıq, gündəlik yanacaq xərclərini hesablayın, ehtiyat hissəsinin Azərbaycanda olub-olmadığını mütləq və mütləq bilin, detalların qiymətlərini öyrənin. Çünki baxın, bu günləri bəzi Çin markaları da var, satış edirlər, var ehtiyat hissələri, detal yoxdur. Yoxdur, ehtiyat. Bir dənə faranı 1 il gözləyirlər. Yəni, bu avtomobil artıq sənə ziyandır. Parkinqa qoyacaqsan ki, gözləyəsən, detal gəlsin, parking gündə pul yazacaq. Sən avtomobil almısan, büdcə yatırmısan, 1 ildir sürmürsən, 1 ildən sonra onsuz da o gündəlik pul itirir o avtomobil. Yəni, 1 ildən sonra sən onu o qiymətə sata bilmirsən. Və yenidən yatır, yenidən onu nələrsə dəyişirməlidir. Yəni, bütün bunlara diqqət etmək lazımdır. Xanımlara isə, bayaqları ana olan xanımlara dedik artıq hansı tipdə avtomobil seçmək lazımdır. Yeni avtomobil. Mütləq və mütləq xanımlar, yəni buradan səslənirəm, maksimum dərəcədə model marka fərq etmədən yeni avtomobilə üstünlük verin. Çünki xanımların Azərbaycan reallığında avtoservislərdə olma kimi bir şansları yoxdur. Yoxdur. Yəni bunu gəlin etiraf edək ki, bir avtoservizə xanım girdisə, artıq çox təəssüflər olsun ki, başlar çönür o xanıma tərəf. Onu hər zaman deyirəm. Hər avtoservizdə xanımların girməsi alınmır. Ona görə də servizə az aparacağınız, yəni sizi yolda qoymayan avtomobil seçin. Yollarda çox acınacaqlı şeylər baş verir xanımlarla. Yəni, xanım dayanır yolun qırağında, avtomobilində bir problem yaranıb, mən dəfələrlə görmüşəm. Yaxınlaşıb kömək edən kişilərdən çox
yaxınlaşıb tanış olmaq istəyən kişilər, boş-boş danışan kişilər daha çoxalıblar. Yəni bilirsiniz, mən fikir də vermişəm. O kişilərin həyat yoldaşlarında, çox yaxın ailələrində avtomobil sürən qadın yoxdur. Onlar empati qura Hər bilmirlər zaman bu o elə qadınlarla. olur. Bəli, onlar empati qura bilmirlər bu qadınlarla. Özündə olmadıqca onlar hər zaman Bəli, o bu fikirlə problemlərdən də dolayı mütləq və mütləq çalışın, yeni avtomobil seçin, sedan çalışın, seçməyin. Bir balaca kompakt crossover və yeni avtomobil daha belə deyim, məqsədə uyğundur xanımlar üçün. Çünki servisə hər zaman getmək kimi imkanınız yoxdur. Bəs belə də bir sual. Avtomobil salonlarının avtomobil alanda nələrə diqqət etməlidirlər? Bu ümumidir. İstər qadın, istər kişi. Yəni bu ümumidir, doğru. Mütləq və mütləq servisin keyfiyyəti ilə maraqlanmaq lazımdır. Servisin Və keyfiyyəti. nəzərə alaq ki, hal-hazırda Çin avtomobilləri çoxdur, çox gətirilir. Yəni bunların bəzən servislər doğru işləmir. Baxın, Sevinç xanım, siz rəsmi servisə çalışırsınız deyə demirəm. Mən öz layihəmdə istər rəsmi servislə, qeyri-rəsmi, daha doğrusu qeyri-rəsmi dillərlərlə də çalışıram. Amma mən hər zaman rəsmi dillərlərdən avtomobil, ələxüsus da Çin avtomobillərinin alınmasını tövsiyə edirəm. Çünki Çin avtomobilləri bizə gəlib, bütün avtomobil markalarının servislərində əyləşkiliklər var. Doğrudur. Heç kim deyə bilməz ki, mən Çin avtomobili gətirirəm Azərbaycana, falan markanın sahibiyəm, mənim servisimdə heç bir əyləşkilik yoxdur. Var. İllərin markalarında belə var. Buna zaman lazımdır ki, bu belə deyim də özünə gəlsin. Bu infrastruktur yaransın bu servislərdə. Amma yenə də bizim seçimimiz rəsmi servislər olmalıdır. Biz bugün 3000-i, 5000-i, 6000-i düşünürük. Manatın qənaət edirik, amma sabahları hal-hazırda bəzi Çin avtomobil markalarının servisləri də var ki, hətta qıraqdan alınan avtomobillərə ehtiyac hissəsi belə satmırlar. Adicə yağ filtrini satmır. Düzdür. Mən almışam X1 markanı, gətirmişəm məsələn Çindən özüm. Onu Tapa mən də bilmirəm eşitmişəm. filtrini, gedirəm, sadəcə ad çəkmək istəmirəm. Servis Gedirəm satmır, həmən evet. servisə, deyirəm ki, mənə filan model markanın, sən rəsmi servissən, yağ filtrini ver. O deyir ki, zəhmət olmasa avtomobilin texniki pasportunu verin. Verirsən, deyir ki, yox, siz bu avtomobili məndən almamısan. Ehtiyac səsi vermirəm sənə. Mən o salonları həm qınayıram, həm qınamıram. Amma məsələ nədir? Bir şəkildə servisdən alınmayan avtomobillərdə problemlər çox yaranır. Servisdə də yaranır. Amma ən azından sənin məhkəməyə getməyə, şikayət etməyə bir nöqtən olur. Tələb etməyə bir yerin olur. Amma Mamed əminin sənə satdığı avtomobildə heç bir yaxasına yapışacağın bir şey yoxdur. Nöqtə yoxdur ki, sən kimi verəcəksən məhkəməyə? Kimi? Şirkət yoxdur. Bu artıq mülki bir məsələdir və mülki məsələlər də həmişə uzanıb bizdə. Ona görə də avtomobil seçəndə servisdən seçin. Servisdən seçirsinizsə, yəni rəsmi dillərdən seçir, salondan seçirsinizsə, mütləq ehtiyat hissəsini maraqlanın, var yoxsa yoxdur. Proqram təminatını maraqlanın, detalların olub-olmamasını maraqlanın, ehtiyat hissələrinin olub-olmamasını maraqlanın və həmən servisin keyfiyyəti ilə maraqlanın. Yəni nə qədər professional ustalar çalışır və professional proqram təminatı var o. Yəni emosiyalarla yox, daha çox realistik yanaşmaq 100%. lazımdır. Çünki qəşəngdir, gözəldir, maşın, gözəl sürüşü var. Yəni növbəti sual elə bunun üzərinə olacaqdır ki, emosiyalarla yox, daha çox realistik düşünüb gedib maşın almaq və yenə də araşdırıb, baxıb, maraqlanıb gedib almaq lazımdır. Maşın içi qəşəngdir, salonu dəridir, üst qəşəngdir, dizaynı gözəldir, gedim alım. Amma sonda bu şeylərlə qarşılaşmamaq daha çox önəmlidir. Bir də bir nüans var, ən çox da xanımlarda olur. Xanım özünə avtomobil alırsa, ən azı qohum-əqrəbədən də bir 5 nəfər özü ilə götürür. Bunu etməyin. Qəti şəkildə etməyin. Birinci, bilmirsiniz o 5 nəfərdən hansı sizi sevir, hansı sevinir. Yəni bu seçimdə ən çox maneə törədən məsələlərdən biri budur. Hərənin öz fikri var. Sizin öz fikriniz yadınızdan çıxacaq. Öz istəklərinizi unudacaqsınız və pərən-pərən olacaq o. Nə alım? Sonda da mən niyə bunu aldım deyirlər. Dəfələrlə görmüşəm. Düzdür. Bir dəqiqə deyirəm, vallahi o vaxt getdim xalam qızı seçdim. Mən özüm almışdım gedib. Yəni bu belə olmalıdır. Ya özün seçməlisən ya da ki
ya bir dostun, atan, qardaşın hansı ki avtomobildən anlayışı var? Hətta İki atamla nəfər, getmişdim, maksimum. atam demiş ki, özün seç, özün sür, özün bax. Sonra demək ki, mən aldım sənə bunu. Ən gözəli. Yəni mənim başımda dedik, çatlamasın bu. Yəni ən gözəli indi məsuliyyəti Atıb özlərinə atıb sənin ged. üstünə, hə. Get özün əllə elə. Amma yəni bir nəfərlə avtomobil seçilər, yəni 5, 6, 10 nəfərlə avtomobil seçilməz. Bildim. Marat, sonda bir fikrin, düşüncən necədir? Düşüncəm bax bu podkastdadır birinci sənin verilişinə. Mənim tanıyanlar, radio efirlərində də, televiziya efirlərində də görənlər hər zaman bilir ki, mən qadınların avtomobil bazarına, qadınların avtomobil mədəniyyətinə gəlməsinin tərəfdarıyam və avtomobil sevən qadınlara da xüsusi belə deyim hörmətim var. Yəni məsələ nədən ibarətdir? Biz Azərbaycanda belə deyim də gender bərabərliyinə çox üstünlük veririk. Yəni bu bərabərliyə çox çalışırıq. Çalışırıq. Bəli, çalışırıq və mən belə deyim də, hətta bəzi dostlarım da var ki, deyirlər ki, sən feministsən, sən qadınların daha çox tərəfindəsən. Deyirəm, yox, mən balansı qoruyuram. Nə qədər ki, siz belə deyim də, qadınların hüquqlarını tapdalayacaqsınız, mən onları daha çox müdafiə etməyə çalışacağam. Çünki mənim cəbhəmin yəni belə deyim də, kişilərin hüquqları bu qədər tapdanmır. Ona görə də bu ayrı-seçkiliyi darmadağın etmək üçün, Azərbaycan yollarında sürücülərin artması üçün, çünki mən birbaşa bu bazardan qazanıram, bunun da yolu qadınların tez bir zamanda belə deyim də, avtomobil sürmələrinə bağlıdır. Hətta mənim bir 2 layihəm var. 5 il bundan öncə bu layihələri hazırlamışam. Burada banklar, avtomobil markaları, Dövlət Yol Polisi, Daxili İşlər Nazirliyi və belə deyim də sürücülük vəsiqəsini almaq üçün, yəni sürücülük məktəbləri iştirak edə bilərdilər. Düzdür, çox da maraqlı olmadı insanlara nədənsə. Biz yaxşı şeylərə çox az maraq göstəririk. Amma bu layihədə biz 300 min qadına avtomobil satmalıydıq. Və düşünürəm ki, çox tez bir zamanda satmalıydıq və düşünün ki, 300 min qadın avtomobil alır, buradan avtomobil bazarı nə qədər qazanır, burada nə qədər kişilər rahatlaşır ki, qadını ora aparmaq lazımdır, bura aparmaq lazımdır, uşaqları gətirmək lazımdır, uşaqları aparmaq lazımdır, bazarlığa getmək lazımdır, amma vallahi billahi qadın maşın sürdüsə kişi rahat olur. Qadın maşın sürdüsə artıq kişinin müəyyən üzərindən o yük düşür. Düzdür. Yəni sən artıq ailəndə sürücü rolu daşımırsan. Biraz o məsuliyyəti artıq. Məsuliyyəti artıq ki, bu belə də olmalıdır, yəni kapitalizmdə bölünməlidir. Bəli, o yükün bir hissəsi düşməlidir qadın çiyinlərinə və ona görə də mən qadınların avtomobil sürməsinə, ümumiyyətlə avtomobil sektorunda fəaliyyətinə həmişə dəstək olmuşam. Təsadüfi deyil ki, mənim çalışdığım şirkətdə, qaynar xəttdə bütün kişilərə cavab verən məhz xanımlardır. Onlar bir avtomobilin demək olar ki, bütün ehtiyat hissələrini seçə bilirlər. Bəli, bu avtomobilə hansı akkumulyator gedir, hansı mühərrik yağı gedir, hansı sürətlər qutusuna yağ gedir, bütün mayələrini, əyləc bəndini, təkər ölçülərinə qədər məndə xanımlardır. Və bu komandanın başında da hər zaman xanım durub. Ən birinci götürdüyüm əməkdaş da xanım olub. Çətindirmi? Çətindir. Amma öyrəşirlər. Bəli, avtomobilin səs boğucusunun belə harda yerləşdiyini bilməyən bir qadına onun avtomobil sektorunda, telefonun bu biri başında kişiyə cavab verməyini öyrətmək ki, onsuz da o qaynar xəttə zəng eləyəndə kişi, qadın səsi eşidəndə artıq bir yuxarıdan aşağı bir düşüncə yaranır ki, əşi sən xanımsan, sən nə bilirsən, dəfələrlə də olub. Dəfələrlə də olub. Düzdür, son illər azalıb artıq bu tip davranışlar. Öyrəşiblər. Hə, artıq öyrəşiblər bizim xanımlara qarşı ki, yəni qabaqlar olurdu. Deyirlər ki, sən bilməzsən, ay xanım orada bir kişi yoxdur, telefonu ver ona. O tendensiyanı, o beyin psixolojini artıq biz bunu dəyişməyə nail olmuşuq. Ən az öz şirkətimizdə dəyişməyə nail olmuşuq ki, hər kəs bilir ki, Asmotors qrup şirkətində call centerdə xanımlardır. Və demək olar ki, bir dənə də olsa yanlış seçimlə bağlı şikayət yoxdur. Xanımlar artıq kişilərdən daha yaxşı seçirlər ehtiyat hissələrini. Ona görə də xanımlar, respekt, gəlin belə xanımların aparıcılığı ilə avtovloqlar artsın, avtomobil verilişləri artsın və avtomobil sürən qadınlarımız da artsın. Mütləq bu belə olmalıdır. Çox sağ ol Marat. Bugün bizdən Marat Namazov idi. Marat Asmotors qrupun marketinq və PR direktorudur. Xoş oldu.
Yəni də çox həm xoş oldu. qadınların, həm kişilərin beynində olan müəyyən bir fikirləri, müəyyən bir sualları da cavablamış olduq. Buradan da mənim bir məsləhətim odur ki, avtomobilimiz yalnız bizim üçün metal bir əşya deyil. Həm bizim seçimimizdir, həm xarakterimizdir, həm güvənəcəyimiz bir yerdir, həm də bəzən də eqomuzdur, öz eqomuzu onunla tətmin etmiş oluruq. Bu avtovloqda gəlin avtomobilimizi birlikdə sevək.